الإجابة والمغفرة الجدير وبحق محمد وبحرمة سورة المباركة الفاتحة. اللهم صل على محمد وآل محمد الحمد لله. بسم الله الرحمن الرحيم قل هو الله احد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا احد. Muhterem kardeşler, mübareke Fatiha, İhlas ve Yasin suresini şehitlerimizin ruhuna sizin adınızdan sizle birlikte hediye edilir inşallah. Allah tarafımızdan kabul eylesin. Allah onların ruhlarını şad eylesin inşallah. Amin. Allahümme salli ala Muhammedin ve âli Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bikulli şeyin alim. İnnallâhe ve melâiketehu yusallûne alen-nebiyyi. Ya eyyühellezîne âmenû sallu aleyhi ve sellimû teslîmâ. Allahümme salli ala Muhammed ve âli Muhammed. Subhane rabbike rabbil izzati amma yasifun ve selamun alel murselin velhamdülillahi rabbil alemin. İlahi amin ya ilahel alemin. İlahi ana abdul imamin hubbu ferzun aleyna. La ubali beledeyhi hasenen sümme hüseyna. Sâdatu âli rasûlin huve meb'ûsun aleyna. Cebalin fenbecesat min husnete eşrete eyna. Ve sallallahu ala cemîl enbiyâi vel enbiyâi ve şühedâi vel murselîn. Velhamdülillahi rabbil âlemin. Amin ya Amin amin ya ilahel âlemin. Allahümme belliğ ve afsil sevâbe hâzihi sûretel şerîfetel mübâreketel Yâsin. أعلى الله درجتهم جعلا جنة مسواهم ومباحهم وبحق محمد صلى الله عليه وآله وسلم وبحق علي عليه السلام وبحق فاطمة الزهراء سيدة النساء العالمين وبحق حسن المجتبى عليه السلام وبحق حسين شهيد بكربلاء عليه السلام وبحق سورة المباركة الفاتحة مع السلام. اللهم صل على محمد وآل محمد. الحمد لله رب العالمين. الحمد لله رب العالمين. مالك يوم الدين. إياك نعبد وإياك نستعين. اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم. Peygamber zamanına salavat diye inşallah. Muhammed ve Ali. Songül müəllim, 5-6 kəlmə deyərdiniz bugünkü təəssüratlarınızdan. 26 yanvarda Azərbaycan xalqı, demək olar ki, Lənkəran xalqı, onların sağlamlığı üçün, bugünkü həyatda yaşamaqlıqları üçün öz canlarını fəda verən bu qardaşların qəbirlərinin ziyarətinə bu cür vaqiə yanaşmaları barədə bir iki kəlmə deyərdiniz. Şəhidlər bizim qəhrəmanlıq səhifəmizdir. Lənkəranda 26 yanvarda baş verən hadisələr bugün təkcə Lənkəran ailəsinə yox, bütün Respublika ailəsinə bəllidir. O hadisələrdən sonra Azərbaycanda oyanış hərəkatının ikinci mərhələsi başlandı və bu millət artıq öz müstəqilliyinin tam bərpası uğrunda mübarizəyə başladı. O mübarizənin nəticəsi olaraq nəhayət ki, biz öz müstəqilliyimizi qazandıq, müstəqil dövlət formasına çevrildik və bu müstəqil dövlət formasını bəzi əgər əskikləri olmaq şərti ilə indi də davam etdiririk. Baxmayaraq ki, indiki hakimiyyətimizin apardığı siyasət müstəqilliyi ön səviyyəyə çıxarmır, amma hər halda bu müstəqillik əbədidir və bu müstəqilliyi
yəqin ki, bizdən sonraki nəsillər də şərəflə yaşayıb ondan faydalanacaqlar. Allah sizdən razı olsun. Üzr istəyirəm, bir dənə də sual. Mən çox üzr istəyirəm qardaşların hamısına. Hazırda məlumat var, televiziya vasitəsilə, media vasitəsilə cəmaatı məlumatlandırırlar ki, güya ki 90-cı ilin noyabr aylarında Azərbaycanın Lənkəran zonasında olan hadisələr unudularaq Naxçıvanda Heydər Əliyev cənabları ilk dəfə SSR-nin bayrağını endirib. Mən çox xahiş edirəm. Onu yanvar məsələsi barədə 90-cı il 10 yanvar və 200 kəlmə. Siz bayrağa toxundunuz və biz hamımız televiziyalarda da, radiolarda da eşidirik ki, Azərbaycanın müstəqillik bayrağını ikinci dəfə bu ölkə ərazisində Naxçıvanda Heydər Əliyev qaldırıb. Ancaq mən onu bir daha əlavə eləmək istəyirəm. Mən bunu bir neçə dəfə demişəm, qəzetlərə verdiyim müsahibələrdə bu barədə danışmışam. Azərbaycanın müstəqillik bayrağı Respublikada ilk dəfə 1989-cu ildə Lənkəranda qaldırılıb. Allah razı olsun. Lənkəranın deməli dövlət binalarının 6 böyük dövlət binasında bu bayraq qaldırılıb və o bayrağı hətta növbəti gün seyr eləyənlər bəzən ona Müsavatın bayrağı və s. adlarla adlandırırlar. Çünki o bayraq artıq bir 70 ilə yaxın idi. İşıq izi görməmişdi, yaranan nəsillər o bayrağı tanımırdılar və o bayraq ilk dəfə göründü və o görüntü bugün dünya xəritəsində müstəqil Azərbaycanın bayrağı kimi görünməkdədir, dünya ictimaiyyətində tanıtılmaqdadır. Qaldı sizin sualınızın ikinci mərhələsi, 90-cı ilin 11 yanvar hadisələri. Əlbəttə, bu hadisələr Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə qarşı əks fikirlərimizi göstərmək üçün edilmişdir. Əsas məsələ də onda idi ki, o vaxtki Azərbaycan hakimiyyəti ilə Azərbaycan xalqı arasında, Azərbaycan xalqının müxtəlif təbəqələri arasında uyğunsuzluğun olması idi. Ermənilər iddia qaldırırdılar ki, biz Dağlıq Qarabağda müstəqil respublika yaratmaq istəyirik, amma Azərbaycan hakimiyyəti isə bunu güya ermənilərin iqtisadi maraqları kimi qiymətləndirib, hətta Sovetlər İttifaqının müxtəlif yerindən bura gələn ərzaq vaqonlarını da Stepanakerte doğru yönəldirdilər ki, erməni qardaşlarımız orada iqtisadi cəhətdən bizdən bir qədər yaxşı yaşasınlar. Lakin onların iddiaları bu iddialar deyil və biz onlara sübut eləmək üçün ki, sizin mövqeyiniz düzgün mövqe deyil, siz ermənilərin torpaq iddialarına əks göstəricilərinizi qoymalısınız, onlara cavab verməlisiniz. Yeri gələndə onları yerində oturtmalısınız ki, bu torpaqlar sizə məxsus yox, bu torpaqlar min illiklərlə bu torpaqda yaşayan insanlara məxsusdur. Məhz bunun nəticəsi olaraq biz yanvar ayının 11-də etiraz əlaməti olaraq Lənkəranda, çünki Azərbaycanın başqa yerlərində gücümüz çatmırdı, Sovet və partiya orqanlarının fəaliyyətini müvəqqəti olaraq dayandırdıq. Onu da əlavə edeyim ki, Lənkəranın Sovet partiya orqanları da bizlə bu məsələlərdə həmfikir idilər və bizə qarşı da çıxmadılar. Bizim aksiyamızı bəyəndilər. Bu aksiyada bir 15 günə yaxın davam elədi. Rayon ərazisində heç bir qanuna uyğunsuz fəaliyyət baş vermədi. Hətta oğurluq hadisələri də bir dəfəlik yığışmışdı. Çünki millətin sanki birliyi yaranmışdı. Və o öz nəticəsini də verdi. Bütün dünya Azərbaycanda baş verən hadisələrdən xəbərdar oldu. Təəssüf ki, bu hadisələrdən çox böyük qorxuya düşən SFKP Mərkəzi Komitəsi deməli öz qoşunlarını Azərbaycana yeritdi. Bilirsiniz ki, yanvar hadisələri, 20 yanvar hadisələri baş verdi. Təxminən bizim aksiyamızdan 10 gün sonra 20 yanvar hadisələri baş verdi və bu hadisələrdə də 135 nəfər bizim layiqli vətəndaşımız əlinə silah almadan, etirazını bildirmədən, yolda getdiyi yerdə, qapısında, pəncərədən baxdığı yerdə həmin o Rus silahlı qüvvələrinin güllələrinə töküldülər. Bax, bu hadisələr o müstəqillik uğrunda mübarizəni bir qədər də sürətləndirdi. Hansı ki, elə nəzərdə tutmuşdular ki, bu hadisələr deməli, Bakıya qoşun yeritməklə
deməli hərəkatı yatıra bilərdilər. Ancaq düşünmürdülər ki, Bakıda bu hərəkatı yatırdırsalar da Azərbaycanın müxtəlif bölgələrində belə hərəkətlər başlayır və bu hərəkətlərdən biri də deməli Lənkəran hadisələri idi ki, siz də o hadisələrdən müəyyən qədər xəbərdarsınız. Allah razı olsun. Allah razı olsun. Azərbaycan hökuməti İnşallah biz istədik ki, bu 26 yanvarda veteran doktorumuz o vaxtın canlı şahidlərindən, o vaxtki Talış Partiyasının fəallarından, o cümlədən yaradıcısı, bəli də, təsisçilərindən biri olan bizim doktor qardaşımızı dinləyəcəyik. Mən çox istəyərdim ki, doktor, o vaxtki təəssüratlarınıza toxunmaq biraz insanlar üçün belə bugünkü hadisələrdə, bugünkü vaxtlarda acı da yanaşsa, amma bizə vəzifədir. Ələl-xüsus siz o təsisçi olduğunuz vaxtda və o vaxtı Ələkrəm Himmətovun sizin partiyaya qoşulmasının barəsində 5-6 kəlmə buyurardınız. Mən ümumiyyətlə demək istəyirəm ki, Azərbaycanın siyasi tarixində Lənkəranın özünə məxsus qızıl hərflərlə yazılan bir yeri vardır. Nə üçün? Ona görə ki, Azərbaycan Xalq Cəbhəsi hələ yaranmamışdan birinci olaraq bu Lənkəranda yarandı. Xalq Cəbhəsi Lənkəranda yarandı. Və Lənkəranda bu Xalq Cəbhəsi yaranandan sonra Azərbaycanda Xalq Cəbhəsi təşəkkül tapdı. Bunu həmişə qeyd eləmək lazımdır. Lənkəranın xidmətini, bizim cavanların xidmətini itirmək olmaz. Mən bayaqdan bu qəbir daşlarına baxıram. Burada 25 yaşdan 35 yaşa qədər, əksəriyyət 25 yaşdan 35 yaşa qədərdir. Və mən fikirləşirəm ki, insanın həyatının, ömrünün ən gözəl çağlarında bunlar qurban getmişlər. Bunlar şəhid olmuşlar. Vətənə şəhid olmuşlar, vətən uğrunda. Özü də ki, qəhrəmanlıqla şəhid olmuşlar. Buna görə də biz 20 yanvar, bayaq baxıram, icra başçısının burada əkliliyi var. Əklili qoyub 20 yanvar şəhidlərinə. Elə bil ki, 26 yanvar Lənkəran şəhidləri unudulur. Elə bil ki, bunu yada salmaq istəmirlər. Elə bil ki, bu olmayıb. Lakin, halbuki, Lənkəran şəhidləri nisbətən əgər faizlə götürsək, Azərbaycanda 20 yanvar şəhidlərindən də çox qurban vermişlər, çox olmuşlar. Mən bayaq bu qəbirlərin hamısını ziyarət elədim. Mənim də orada bir əminəvəm var, kapitan, onun qəbrinə də mən baxdım. Allah rəhmət eylesin. Və ziyarət elədim və mən fəxr edirəm ki, mənim belə bir qohumum var. Qaldı ki, Lənkəranda o vaxtki hadisələr, siyasi hadisələr sanki bir burulğan idi. O elə bir vüsət almışdı ki, Lənkəranda uşaqdan böyüyə hamı bu hərəkatda iştirak edirdi, hamı. Və Lənkəranın, ümumiyyətlə, Talış xalqının adı o vaxtı tarixə yazılmalı bir yer tuturdu. O vaxtı bizim partiyamız var idi, siyasi partiya təşkil eləmişdik və o birinci adlanırdı Azərbaycan Talış Xalq Partiyası. Azərbaycan Talış Xalq Partiyası, onu biz təsis eləmişdik. Sonra o, deməli, onu qeydiyyatdan keçirmək üçün biz onun adını dəyişməli olduq. Talış sözünü bunlar götürmədilər. Dəyişməli olduq, elədik Azərbaycan Xalqlarının Bərabərlik Partiyası. Bəli, bərabərlik. Qısa müddət ərzində Azərbaycanda bu partiya demək olar ki, Etibar Məmmədovun partiyasından sonra ikinci yerdə gedirdi. Biz 3 ay ərzində 8000-ə qədər üzv yığdıq. Lənkəranda və bu partiyanın deməli şəbəkəsini genişləndirmək üçün biz getdik Bakı şəhərində partiyanın konferansını keçirdik, Sumqayıtda keçirdik, bütün Lənkəranın və ətraf rayonlarında, kəndlərində keçirdik və bu partiya böyük bir partiyaya çevrildi və çoxu bundan qorxuya düşdü və Heydər Əliyev hakimiyyətə gələndən sonra elə bir vəziyyət yarandı ki, bu partiyanı ali məhkəməyə verdilər və ləğv edədilər. Hansı ki, partiya əlinə silah götürüb heç nə eləməmişdi. Partiyanın heç bir günahı yox idi. Siyasi təşkilat kimi o səsini qaldırmışdı. Onun günahı da elə bunda idi. Başqa heç bir şey. Qaldı ki, burada mən baxıram bu şəhidlər meydanında o vaxtı deməli çox güclü heykəltaraşların yaratdığı gözəl bir heykəl var idi. Gözəl bir heykəl var idi. Onun ortada duran o Ataman da o hərəkata başçılıq eləyən də o vaxt Ələkrəm Hümmətov idi.
onun şəkli, onun heykəli Epizod elə idi də epizod meşədən. kimi epizodik yaradılmışdı. Şəhidlər də onun biri bu əlində idi, biri bu əlində tutmuşdu, qoymurdu yıxılsın. Döyüşdən O bir heykəl epizod. çox qəhrəmanlıq heykəli idi. Lakin nədənsə çox adamın xoşu gəlmədi və indiki hakimiyyət o heykəlin buradan götürülməsinə nail oldu. O heykəl indi itib, yoxdur hardadır. Hardadır bilinmir. Ondan sonra mən bura baxanda ilk dəfə bura təşkil olunanda o şəkillərin altında onların tərcümə halları verilmişdi. Onların qəhrəmanlığı verilmişdi. Onları yazılmışdı. Bunlar indi bu dəqiqə standart ancaq ad familiya bir də doğum tarixi ilə ölüm tarixi var. Qalan heç nə yoxdur bunların haqqında. Hansı ki bunların xidmətlərini unutmaq olmaz. Tarixi unutmaq. Bu unutmaq olmaz, tarixi unutmaq olmaz. Həm də ki bununla onlar 26 yanvar Lənkəran hadisələrini də tarixdən silib götürmək istəyirlər və onu unudurlar. Mən çox Unutdurmaq üzr istəyirlər. istəyirəm doktor. Yeri gəlmişkən hələ o heykəllə bağlı bir sualımız var belə yüngül də olsa. Mənə elə gəlir ki, həmin hadisələrdə, yəni 26 yanvarda imperiya xalqlara, nəinki Azərbaycana, ümumiyyətlə SSR-nin nəzmində olan qalan 12 respublikaları güc göstərməklə ki, əgər siz tərpənsiz, əgər siz müstəqillik üçün öz taleyinizi özünüz həll etmək istəsəz, sizi beləncə atəşlər gözləyəcək 20 yanvar. Amma Lənkəranda sizin kimi müdrik insanların səyi ilə özünü müdafiə dəstəsinin meşəyə getməsi və meşədə bu şəhidlərin olması 26 yanvarın nəticəsi bu günləri həm xalq, həm dövlət tərəfindən bu cür unudulmasına, bu cür xalqın bugünkü gündə buranı doldurub ziyarətə çevrilməməsinin səbəbi nələrdə görürsünüz? Mən valla nə deyim, şəxsən mənə bu çox ağır gəlir. Tarixi unutmaq olmaz və bunların hamısının bu qəbirlərdə yatan bizim vətəndaşlarımızın, bizim qəhrəmanlarımızın hamısının özünə məxsus yeri vardır. Nə qədər tarix saxtalaşdırılsa da heç vaxtı tarix itməyəcək. Allah razı olsun. Onu itirə bilməzlər. Və Lənkəran şəhidlərinin də xatirəsi həmişə yaşayacaq və həmişə tarixdə qalacaqdır. Qaldı ki, nə üçün bu heykəli götürdülər, niyə bunlar? Bu mənə elə gəlir ki, indiki iqtidarın xalq qarşısında qorxusundan əməl gəlir. Mən çox üzr istəyirəm. Əgər bir dəstənin ölənləri şəhid sayılırsa, komandirləri vətən xaini sayılırsa, bu qələt fikirdir. Ya şəhidlər bunlar döyür, ya da dəstənin başçısı vətən xaini deyil. Bu nöqteyi nəzərdən o heykəl götürülməli idi ki, bir şəxsi ki, Azərbaycandan deportasiya edirlər, o şəxsin heykəli qala bilməzdi. Mən belə başa düşürəm. Bu dövlət səviyyəsinə qaldırılmış siyasətdir, ancaq çox çirkin siyasət. Allah razı olsun. Allah canı salamat. Mən bu siyasətin